Hüquqşünas alimlər qeyd edir ki, qiymətli kağızlar barədə qanunvericiliyi, dövriyyə, tədavül və tədiyə nə olduğunu hətta bəzi deputatlar və dövriyyəyə buraxılma hər hansı mülkiyyət hüququ verən daşınar və ya daşınmaz əşya, o cümlədən qiymətli kağızların istehsal olunaraq əvəzli və ya əvəzsiz olaraq verilməsi. Məsələn, bunlar dövriyyədə tədiyə ödəmə vasitəsi. İstiqrazlar isə dövriyyədə tədavül vasitəsidir. Yəni, satıla və banka girov qoyula bilir. Özəlləşdirmə pay çeklərinin isə başqa qiymətli kağızlardan üstün cəhətlərindən biri budur ki, onlar birinci olaraq yerləşdirildiyi andan qanunla dövriyyədə bütün özəlləşdirmə dövrü üçün dövlət investisiya fondları yaradılana qədər ödəmə tədiyə vasitəsi olması və 3 illik tədavül vasitəsi kimi istifadə olunması birbaşa qanunla tənzimlənib. Diqqət edin. Özəlləşdirmə payları çekləri qanunla 3 illik tədavül vasitəsi. Yəni, bu 3 ildə çeklər satıla və bankda girov qoyula bilərdi. Bu, ən çox investorlar və çeklərini satmaq istəyənlər üçün maraqlı idi. Ancaq özəlləşdirmə çeklərini satmayan vətəndaşlar və investorlar üçün qanunla özəlləşdiriləcək orta və iri müəssisələrin 65%-nin dəyərinin ödənilməsi zamanı çeklər bütün özəlləşdirmə dövründə müddətsiz olaraq ödəmə tədiyə vasitəsi. Özəlləşdirmə qanunlarının icrası üçün Heydər Əliyevin imzaladığı və bu gün də qüvvədə olan özəlləşdirmə payları haqqında əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə ödəmə vasitəsi kimi çeklərin qəbulundan imtina etmək qəti qadağan olunub. Yəni, tədavül vasitəsi kimi çeklərin dövriyyədə istifadəsi qanunla dayandırıla bilər. Ancaq qanun bu halda özəlləşdirmə paylarının yenə də dövriyyədə qalmasını və ödəmə tədavül vasitəsi kimi bütün özəlləşdirmə dövrü üçün istifadəsini birbaşa tənzimləyib. Özünüz də baxa bilərsiniz ki, 1993-cü il 445 nömrəli qanunun 19-cu maddəsi və bu gün də qüvvədə olan özəlləşdirmə qanununun 10-cu maddəsi özəlləşdirmə qanunlarının icrası üçün özəlləşdirmə çekləri haqqında 450 nömrəli fərmanla təsdiqlənmiş əsasnamənin 5-ci bəndi ilə imperativ qayda olaraq özəlləşdirmə zamanı istifadə olunmayan özəlləşdirmə payları qanunla ancaq dövlət tərəfindən yaradılacaq investisiya fondlarına qoyularaq dövriyyədən çıxarıla bilər. Bu isə o deməkdir ki, qiymətli kağız kimi birincili olaraq yerləşdirilmiş özəlləşdirmə çeklərinin dövriyyədə tədavül vasitəsi kimi istifadəsi fərmanla dayandırılsa da, bugün qüvvədə olan özəlləşdirmə qanununun 10-cu maddəsi ilə ödəmə tədiyə vasitəsi kimi istifadə olunmalıdır. Özəlləşdirmə qiymətli kağızı müqavilə deyil. Bu, qanunlarda öz səsliğini tapmış və konstitusiya ilə qorunan mülkiyyət hüququnu və dövlətin vətəndaşlar qarşısında olan öhdəliyini təsdiq edən bir dövlət qiymətli kağızıdır. Xüsusən diqqət etmək lazımdır ki, mülkiyyət hüquqlarının qanundan aşağı qüvvədə olan qanunvericilik aktları ilə pozulması nəticəsində yaranan mülkiyyət pozuntularından şikayət edilməsi üçün qanunun heç bir müddət məhdudiyyəti qoyulmayıb. Diqqət edin ki, Belarusda çeklərlə özəlləşdirmə bizdən əvvəl başlayıb və bu gün də davam edir. Onların özəlləşdirmə çekləri dövriyyədə tədavül vasitəsi deyil və ancaq ödəmə tədiyə vasitəsi kimi istifadə olunur. Çeklərin nominal dəyəri hər il inflyasiyaya uyğun olaraq indeksasiya olunur. Hər bir vətəndaş banklar vasitəsilə öz çeklərinin nominalına uyğun 160-dan çox müəssisənin səhmlərini əldə edə bilər. Yəni bizdə də qanunla qoyulmuş qaydaya əsasən özəlləşdirmə çeklərindən tədavül vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra Belarusda olduğu kimi çeklər qanunla ödəmə tədiyə vasitəsi kimi dövriyyədən çıxarılana qədər, yəni dövlət tərəfindən investisiya fondları yaradılana qədər istifadə olunmalı idi. Araşdırılması və şərh edilməsi vacib olan bəzi fərman maddələri ilə mülkiyyət hüququnun konstitusiya və qanunlara zidd olaraq pozulması faktlarına hakimlər göz yumdu. Bu faktlara nə özləri hüquq qiymət verdi, nə də araşdırılması üçün konstitusiya məhkəməsinə göndərdi. Bunu aşağıdakılar təsdiq edir. Diqqət edin. Mərhum Prezident Heydər Əliyev vəfat edəndən sonra Prezident İlham Əliyevin etibarından sui-istifadə edən oliqarx məmurlar 2004-cü ildə ilk dəfə olaraq qanun qüvvəsində olmayan fərmanla
güya dövlət özəlləşdirmə çeklərindən istifadə müddətini artırmaq adı ilə ödəmə tədiyyə vasitəsi kimi müddət qoydular. Bu vaxta qədər ödəmə tədiyyə vasitəsi kimi istifadə bu gün də qüvvədə olan özəlləşdirmə qanununun 10-cu maddəsi ilə tənzimlənirdi. Yəni, qanunla özəlləşdirmə payı çekləri kimi mülkiyyət hüququnu təsdiq edən və dövlət investisiya fondları yaradılana qədər bütün özəlləşdirmə dövrü üçün dövriyyədə ödəmə vasitəsi kimi istifadəsi, mülkiyyət hüququndan istifadə qaydası, konstitusiya və qanunlarla qoyulan və qorunan bir qayda, konstitusiya və qanunlara tam zidd olaraq ilk dəfə 2004-cü ildə 75 nömrəli fərman 1.1 bəndi ilə məhdudlaşdırılaraq sonradan ləğv olundu. Eyni zamanda Konstitusiyanın 149-cu maddəsinin 7-ci bədi ilə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Hamımıza məlumdur ki, mülkiyyətdən istifadə hüququ ancaq qanunla tənzimlənə bilər və normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun 64-cü maddəsinin 12-ci bəndinə əsasən, hətta qanunun olmadığı halda digər normativ hüquqi akt qanunun predmetini təşkil edən məsələlərin hüquqi tənzimlənməsinə və onun üçün məcburi olan davranış qaydalarının müəyyənləşdirilməsinə yol verilmir. Mərhum Prezident Heydər Əliyevin imzaladığı, bu gün də qüvvədə olan özəlləşdirmə qanununun 10-cu maddəsinin tələblərinə və özəlləşdirmə qanunlarının icrası üçün özəlləşdirmə payları, çekləri haqqında 450 nömrəli fərmanla təsdiqlənmiş əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə çeklərin ödəmə tədavül vasitəsi kimi ifadəsindən, qəbulundan imtina etmək qəti qadağan olunub. Göründüyü kimi, bu tələb bütün özəlləşdirmə dövründə çeklərin ödəmə tədavül vasitəsi kimi istifadəsindən, qəbulundan imtina etməyin qadağan olunduğunu qəbul edib. Lakin, hal-hazırda özəlləşdirmə davam etsə də, çeklərin ödəmə tədavül vasitəsi kimi istifadəsinə icazə verilmir. Bu durum, çek sahibi olan vətəndaşların mülkiyyət hüququnun kobud pozulmasıdır. Lakin, bu faktın araşdırılması üçün Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət etmədi və bu qəbul edilməzdir. Belə ki, sonradan 2004-cü ildə 79 nömrəli fərmanla, 75 nömrəli fərmanla özəlləşdirmə çeklərinin dövriyyədə ödəmə tədiyyə vasitəsi kimi istifadəsinin məhdudlaşdırılması və ləğv edilməsi, Konstitusiya və qanunların normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun 64-cü maddəsinin 12-ci bəndinin, o cümlədən Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinin tələblərinə, bugün qüvvədə olan özəlləşdirmə qanununun 10-cu maddəsinin tələblərinə, mülki məcəllənin 153.3 maddəsinin tələblərinə tam ziddir. Hətta bu qayda tək fərmanla deyil, heç Konstitusiyaya zidd olaraq sonradan heç qanunla da məhdudlaşdırıla bilməz. Çünki özəlləşdirmə payları, çeklər verilən zaman qüvvədə olan 1993-cü il 445 nömrəli qanunun 19-cu maddəsində imperativ qayda deyilir ki, özəlləşdirmə zamanı istifadə olunmayan özəlləşdirmə payları qanunla ancaq və ancaq dövlət tərəfindən yaradılacaq investisiya fondlarına qoyularaq dövriyyədən çıxarıla bilər. Nəticə kimi qeyd etməliyik ki, qanunla özəlləşdirmə çekləri bu gün də ödəmə tədavül vasitəsi kimi bütün özəlləşdirmə dövrü üçün istifadə olunmalıdır. Konstitusiya və qanunlara əsasən mülkiyyət hüququ və ondan istifadə heç bir zaman fərmanla məhdudlaşdırıla bilməz. Qanunların bu cür pozulması cinayətdir və korrupsiya cinayət halı hesab olunur. Heç bir fərman və hətta heç bir qanun konstitusiyon əsas olmadan vətəndaşların hüquqlarını və nə məhdudlaşdıra və nə də ləğv edə bilməz. Hüquqları pozan qanunvericilik aktları isə heç vaxt geriyə tətbiq oluna bilməz. Yəni, mülkiyyət hüququndan istifadəni heç bir zaman, heç bir fərman və nə məhdudlaşdıra, nə də ləğv edə bilməz. Hüquqşünas alimlərin öz məqalələrində yazdığı kimi, burada qanunvericilik deyiləndə qanun mənası verir və qanun anlamında işlədilib. Bu imperativ qaydadır və heç bir fərman bunu poza və ya ləğv edə bilməz. Çünki qanunvericilik obyektiv hüququn əks etdirilməsinin zahiri formasıdır və ictimai, iqtisadi, mülki münasibətləri tənzimləyən qanunların məcmusudur. Hüquq elminin nəzəriyyəsinə əsasən, burada qanunvericilik sözü birbaşa qanunun özünü ifadə edir. Bu hüquq aksiyomadır. Dövlət özəlləşdirmə çekləri qanunla mülkiyyət hüququ olduğundan onun istifadəsi qaydası da ancaq və ancaq qanunla tənzimlənir və ancaq konstitusiya normalarına uyğun şəkildə qanunla məhdudlaşdırıla bilər.
Yani bu kanuna esasen özelleştirme payları, çekleri bugün de özelleştirmede ödeme tədiyyə vasitesi olmalıdır. Məhz mülki məcəllənin iddia müddətinin şamil edilmədiyi tələblər adlanan 384.0.5-ci maddəsində deyilir ki, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktın etibarsız sayılması hakkında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. Mülkiyyətdən istifadə hüququ ancaq qanunla tənzimlənə bilər. Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun 64-cü maddəsinin 12-ci bəndinə əsasən, hətta qanunun olmadığı halda digər normativ hüquqi aktla qanunun predmetini təşkil edən məsələlərin hüquqi tənzimlənməsinə və hamı üçün məcburi olan davranış qaydalarının müəyyənləşdirilməsinə yol verilmir. Ali məhkəməyə xüsusi olaraq bildirmək istəyirik ki, pozulmuş insan hüquqlarının bərpası ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 3-cü hissəsinin 1 Konstitusiyasının 130-cu maddəsinin 3-cü hissəsinin 1-7 bəndlərində nəzərdə tutulmuş məsələlərin həll edilməsi üçün şikayətlərə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasının vacibliyini gözəl bilir və xahiş edirik ki, bu hüquq pozuntusunun araşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət etsinlər. Çünki Konstitusiyanın 94-cü maddəsinin 13-cü bəndi ilə mülkiyyət hüququnun, yəni əmlaka sahib olmaq, əmlakdan istifadə etmək, onun barəsində sərəncam vermək hüquqları yalnız qanunverici orqan olan Milli Məclis tərəfindən ancaq qanunla tənzimlənə bilər. Konstitusiyanın qoyduğu bu qaydanı mülki məcəllə də təsdiq edir. Məhz mülki məcəllənin 153.3-cü maddəsinə əsasən əmlakin fiziki və ya hüquqi şəxsi mülkiyyətində Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlakin mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Mülki məcəllənin iddia müddətinin şamil edilmədiyi tələblər adlanan 384.0.5 maddəsində yazılır ki, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktın etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. Bundan başqa, mərhum Prezident Heydər Əliyevin tarixi sosial ədalət siyasətini və qanunla qoyulan qaydaya əsasən 2000-ci ildə fərmanla qəbul olunmuş dövlət özəlləşdirmə proqramının ilk redaksiyasının 7.2 və 7.4 bəndində deyilirdi ki, dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldıqdan sonra əmlaklar pul hərracında satılacaq. Göründüyü kimi, burada tədavüldən deyil, dövriyyədən çıxarıldıqdan sonra deyilir. Çünki dövlət özəlləşdirmə çekləri dövriyyədə qaldığı müddət ərzində qanunla bütün özəlləşdirmə dövrü üçün orta və iri müəssisələrin özəlləşdirilməsi zamanı 65% əmlak dəyəri həcmində ödəmə vasitəsidir. 22 iyun 2010-cu il tarixli 283 nömrəli fərmanla bu bəndləri dəyişdirilib. Əvəzində sonradan 2008-ci ildə hüquqi terminlərlə manipulyasiya edilərək konstitusiya və qanunların qanunlar kobud şəkildə pozuldu və özəlləşdirmə çekləri dövriyyədən deyil, tədavüldən çıxarıldığı halda yazıldı. Bu isə konstitusiya qanunları və beynəlxalq insan hüquqlarının çox kobud pozuntusudur. Əgər dövlət qanunla əmlak payı kimi təminat olaraq verdiyi çeklərin üzərində aydın yazılıb ki, özəlləşdirmə payları çekləri ilə özəlləşdiriləcək orta və iri müəssisələrin 65%-i xalqa, vətəndaşlara məxsus dövlət əmlaklarının pulla satmaq istəyirsə, konstitusiyaya və qanunlara əsasən mülkiyyət hüququ olan özəlləşdirmə çeklərinin paylarının dəyəri əvvəlcədən ödənilməklə çekləri dövriyyədən çıxarılmalı idi. Bu da cənab prezidentin etibarından sui-istifadə edən oliqarx məmurların və hüquqşünasların cinayəti və hiləsidir. Qanunla özəlləşdirmə paylarının çeklərinin dövriyyədə tədavül müddətinin fərmanla məhdudlaşdırılması onların qanun, konstitusiya və beynəlxalq hüquqla müəyyən olunmuş mülkiyyətdən istifadə hüququnu, yəni dövriyyədə ödəmə tədiyyə vasitəsi kimi istifadəsinin heç bir halda məhdudlaşdırıla bilməməsidir. Yəni dövriyyədə olduğu müddətdə özəlləşdirmə çekləri qanunla həmişə ödəmə tədiyyə vasitəsi kimi istifadə olunmalı idi. Göründüyü kimi, dövlət özəlləşdirmə çekləri qanunla verilib, mülki məcəllədə mülkiyyət hüququ verən qiymətli kağız olduğu açıq aydın yazılıb. Bu isə o deməkdir ki, sonradan qəbul olunan
heç bir qanun və ya fərman bu çeklər verilən zaman qüvvədə olan qanun qaydalarını konstitusiyaya zidd olaraq nə məhdudlaşdırıla, nə də ləğv edilə bilər. Lakin məhkəmələr qanun və konstitusiyanın pozuntularını sübut edən bu hüquqi faktları araşdırmadı. Hörmətli deputatlar, xüsusən də ixtisasca hüquqşünas olanlar, Cənab Prezident hüquqşünas deyil. Bəli, hüquqşünasların və məmurların səhvləri üzündən yaranmış bugünkü vəziyyət qəbul edilməzdir. Bu şəxslərin hərəkətləri mərhum Prezident Heydər Əliyevin qurduğu dövlətin tarixi ədalət siyasətini konstitusiya və qanunla pozmaqla birlikdə həm də dövlətçiliyimizə, ölkəmizin gələcəyinə və Cənab Prezident İlham Əliyevin xalqın arasındakı sarsılmaz hörmətinə zərbə vurmaq məqsədi daşıdığını hesab edirik. Ədalətli və vicdanlı olanlardan xalqa kömək etmənizi xahiş edirik. Tezliklə Milli Məclis tərəfindən araşdırma aparılmasına qərar veriləcəyinə inanırıq. Bir sözlə, 10 illik müddətlə bağlı Bakı İnzibati Məhkəməsinin qərarının ikinci hissəsi konstitusiya və qanunlara tamamilə ziddir. Belə ki, məhkəmə mülkiyyət hüququnun fərmanlarla pozulduğunu bilə-bilə 10 illik iddia müddətinin götürüldüyünü deyir. Hansı səbəbdən bu məlum deyil. Yəni, məhkəmələrin müddəti ilə bağlı yanaşması qanunvericiliyin maddi və prosesial normalarına ziddir. Çünki mülki məcəllənin iddia müddətinin şamil edilmədiyi tələblər adlanan 384.0.5 maddəsində yazılır ki, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktın etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. Cənab Prezidentin etibarından sui-istifadə edərək bəzi fərmanlara, konstitusiya və qanunlara ziddi maddələr əlavə edənlər öz səhvlərini boyunlarına alaraq düzəltmək əvəzinə yenə də məhkəmələrə təzyiq yolu ilə öz günahlarını Cənab Prezidentin üstünə atmağa çalışırlar. Məhkəmə hansı səbəbdən qanunun bu maddəsini inkar edib? Bu barədə hakimlər susurlar. Hüquqşünas alimlərin dediyi kimi, korrupsiya cinayəti olan bu hüquq pozuntusu 50-100 ildə keçsə, məhkəmə və hakimlərin cinayəti, oliqarx məmurların dövlət cinayəti, tarixi, sosial, iqtisadi ədalətsizlik, xalqa qarşı düşmənçilik kimi xalqın yaddaşında qalacaq. Ən əsas məsələ ondan ibarətdir ki, bu problem ölkə daxilində öz həllini tapmasa, vətəndaşların Avropa İnsan Hüquqları Məhkəməsinə və Birləşmiş Millətlər Təşkilatının komissiyalarına müraciət ediləcəyi qaçılmaz olacaq. Bu isə dövlətçiliyimizin və Cənab Prezidentin ivicinə ziyan vurmaq istəyən oliqarx məmurların xəyanətidir. Bu səbəbdən ölkə daxilində ali məhkəmə tərəfindən bu problemin tam araşdırılması və səhvlərin aradan qaldırılması çox vacibdir. Biz bu barədə ali məhkəmənin sədri İnam Kərimova Prezident aparatında Fuad müəllimə ərizə ilə müraciət edərək səhvlərin aradan qaldırılması üçün ölkə daxilində düzgün araşdırılmasına nəzarət edərək köməklik etmələrini, Cənab Prezidentə düzgün məlumat çatdırmalarını xahiş etmişik. Bəzi məmurların Cənab Prezidentin etibarından sui-istifadə nəticəsində konstitusiya, qanunların və beynəlxalq hüququn pozulması ilə uzun illərdir davam edən özəlləşdirmə zamanı vətəndaşların mülkiyyət hüquqlarının pozulmasının və hüquqi səhvlərin aradan qaldırılması, Cənab Prezidentin dövlətimizi və xalqımızı sevən bütün qeyrətli məmurların, deputatların və hakimlərin qeyrət borcudur. Cənab Prezidentə və xalqa qarşı düşmənçiliyə son qoyulmalıdır. Cənab Prezident özəlləşdirmə çeklərini dövriyyədən çıxarmayıb. Bir məsələ də mütləq qeyd edilməlidir. Diqqət edin. Cənab Prezidentin 28 dekabr 2022-ci il tarixli 1933 nömrəli fərmanı ilə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ikinci dövlət proqramının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanında dəyişiklik edilmişdir. Bu arada yazılır 4-cü bənd. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dövlət özəlləşdirmə paylarının, çeklərinin və dövlət özəlləşdirmə opsiyonlarının istifadəsi üçün qanunvericilik çərçivəsində lazımi şərait yaradılsın. Deməli, yəni yeni özəlləşdirmə qanununda özəlləşdirmə paylarının, çeklərinin yenidən ödəmə tədiyyə vasitəsi kimi istifadə olunması planlaşdırılır. Və bu işlər əmlak məsələləri dövlət xidmətinə deyil, birbaşa nazirliyin özünə tapşırılıb. Güman edirik ki, tezliklə böyük özəlləşdirmə qanunu ilə çeklərin inflyasiyasından qorunan yeni qiymətlər qoyularaq dövriyyədə yenidən ödəmə tədiyyə vasitəsi kimi istifadə olunacaq. Salih xanım, o ki qaldı sizin verdiyiniz o özəlləşdirmə paylarının dəyəri barəsində bilirik ki, 93-cü illə bugünün arasında
neçə dəfə inflyasiya gedib bizim ölkəmizdə. Hətta pul dəyişilibdir, yeni pul dövrüyə buraxılıb. Bunların hamısını nəzərə alıb da hüquqşünaslar hesablayırlar ki, ən azı o vaxtı o hesablamanın nəticəsində 2000 dollar elan olunmuşdursa, Dövlət Əmlak Komitəsi tərəfindən onun dəyəri, bir çekin dəyəri 2000 dollar idisə, bugün 10 dəfə inflyasiya nəzərə alındı 20.000 dollar eləyir. Amma hətta hüquqşünaslar, belə alimlər, iqtisadçılar hesablayırlar, deyirlər ki, bu ən minimumdur. Bu daha çox ola bilər. 50.000 ola bilər, 100.000 olar biz Azərbaycan puluyla. 40.000 minimum hədd olaraq qeyd olunur ki, minimum 40.000 manat. Elan nə vaxt verilibdir, dövriyyədən nə vaxt çıxarılıbdır. Məhkəmə Bakı İnzibati Məhkəməsi qərar verir ki, bizim kompensasiya müddətimiz keçib. Biz də istəyirik ki, məhkəmə aydınlaşsın ki, kompensasiya müddəti hansı tarixdən başlayıb, hansı tarixdə qutarıb bitib. Bu yoxdur, mətbuatda yox, heç yerdə yoxdur bu qanunlar. Yəni, elan verilməyib ki, 7 gün ərzində dövriyyədən çıxarıldı. Bunlar dövriyyədən necə çıxarılacaq? Belə bir qanun qəbul eləməyiblər axı. Yəni, qanun qəbul eləməyiblər ki, dövriyyədən necə çıxarılacaq? Hansı qanun əsasında? Nə cür çıxarılacaqlar? Nə cür qiymətləndiriləcəklər? Ona qiymət qoyulmalıdır ki, bu qədər qiymət qoyulub və gətirin, çekinizi təhvil verin, pulunuzu alın, çıxın gedin. Yəni, qiyməti kağızda əvəzi ödənməsə bunu dövriyyədən çıxarda bilməzlər axı. Mən prosto çatdırmaq istəyirəm ki, əhalimizə, bu üzvlərimizə ki, iyulun 28-də biz Ali Məhkəmənin qarşısında yığışacağıq. Rayonlardan gələnlərə aiddir. Kim Bakıda yaşayırsa, yəni yığışsınlar. Ali Məhkəmənin qarşısında da, daxilində də 10 minlərlə insanın yığışmağa, yerləşməyə yeri var. Ali Məhkəmənin qarşısında yığışacağıq. Artıq 5 ay keçib, qanunla Ali Məhkəmə 4 ay müddətində qərar verməli idi. Dostlar, paylaşın ki, hamı bilsin, məhkəmə qarşısında sayımız sizin haqq səsinizin çox olması, ədalətin və haqqın tezliklə öz yerini tapması üçün çox vacibdir. İkincisi, heç kim miras əmlak payı olan özləşmə çeklərini satmasın. Biz cənab prezidentə inanırıq. İnanırıq ki, o, atasının vədinə, konstitusiya və qanunlara əməl edərək, ədalətli və haqqı bərpa edəcək. İnanırıq ki, tezliklə biz bunun şahidi olacaq. Təxmin etmək odur ki, deməli, 20% özəlləşmə payı, yəni çekləri istifadə olunmuyor, əllərdədir. Bu da hesablayanda 1.600.000 özəlləşmə payı deməkdir. Deməli, indi 1.600.000 nəfərin indi bu alanı var, satanı var, bir-birinə bağışlayanı var. Biz 100 minlərdən çox insan hesab eləyirik ki, hələ xəbərləri yoxdur, bəlkə də nənəsindən, babasından sandıqda qalıb, heç bilmirlər ki, o nədir. Dəyərli izləyicilər, bizim canlı yayımızı bəyənin, paylaşın. Səs effekti necədir? Canlı efirdir, bilirsiniz ki, texniki səhvlər olur, internetdəki necə? Özü də ki, bilirsiniz ki, internetimiz də necə gözəldir, dırnaq arasında deyirəm, necə gözəldir. Yəni, bu internet səviyyəsini yenə də bərpa etmək istəmirlər, internetimizi yüksəltmək istəmirlər. Nədən, niyə biz bu qədər internetdən əziyyət çəkirik, onu bilmirik. Yəni, təbii ki, internet media portalıyıqsa bizim daha çox silahımız demək olar ki, internetlə bağlı olmalıdır ki, internetlə biz sözümüzü çatdıraq. Təbii ki, hər dəfə bu internet üzərindən biz bu qədər narahatçılıqlar yaşayırıq. Və Tahir müəllimin dediyi kimi ayın 28-i, bu ayın 28-i, saat 3-də, 15:00-da Ali Məhkəmənin qarşısında deməli, bu rayonlara olanları çağırmayın. Bakı şəhəri və Sumqayıt şəhərində yaşayanlara aiddir. Bakı şəhərində olanlar. Ki, ən azından gəlib orada haqq səsimizi yüksəldir. Sözlərini desinlər. Və maraqlısı da budur ki, demək, həmin günü Ali Məhkəməyə vəkillər də yəqin ki olacaq. O vəkillər də orada insanların özəlləşdirmə çek qrupunun, çeklər qrupunun üzvlərinin, belə deyək də, onların səslərini verəcəklər, həm də onların hüquqlarını müdafiə edəcəklər.
İnşallah da ki, ən azı Ali Məhkəmədə bu çek məsələsi öz haqq səsini duysun, çek məsələsi öz həllini tapsın, əsas məsələ. Çünki insanlar, artıq məlumatı olan insanlar çekinə əmlak kimi, Əmlak payı kimi bax. payı kimi baxan, mülkiyyəti kimi baxan insanlar təbii ki, öz haqlarının arxasınca gedəcəklər. Və burada artıq onların vaxtı çatıb deyən insanlara deyirəm, o mülkiyyəti, deməli, əmlak paylarının vaxtı, yəni vaxtı çatıb söhbəti yoxdur. Onların vaxtı müddətsizdir. Yəni onlar hələ də qüvvədədir. Yetər ki, yenə də deyirəm, əmlak payınıza sahib çıxın. O sizə aiddir. Sizə verilib, sizin ailəyə verilib. Bayaq da Tahir bəy çox qəşəng bir söz dedi. Sovet dövründə bizim çalışdığımız, işlədiyimiz zamanın, o dövrün bizə verilən paylarıdır ki, bizə o paylar bizə çatdırılıb. Mərhum Prezident Heydər Əliyev tərəfindən qanunla imzalanıb, fərmanla yox, qanunla imzalanıb. Və bu baxımdan da qanun qarşısına heç bir fərmanla keçmək olmaz. Və təbii ki, biz belə deyək də, internet media portalı olaraq çek sahibləri və əmək veteranları, müharibə veteranları sahəsində onların hesabına biz səsi çatdırırıq ki, ən azından ölkə başçısı İlham Əliyev də bu insanların səsini eşidəcək. Prezidenti aldatmaq olmaz. Qətiyyən ona yanlış məlumat vermək olmaz. Çünki bu qanun mərhum Prezident Heydər Əliyev tərəfindən yazılıb və imzalanıb. Və təbii ki, hələ də qüvvədədir və bundan sonra da qüvvədə olacaq. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Var olun. Gələn ayaqlarınız var olsun. Güman edirəm ki, ayın 28-i çox gözəl xəbərlərlə artıq o qədər insanlar, inanın ki, hər məhkəmədə nə qədər insan olur, hər məhkəmə. Hətta apellyasiya məhkəməsi qarlı bir havadaydı, çox belə kəskin bir hava var idi, mən də oradaydım, bir balaca gecikmişdim, amma nə qədər insan var idi orada və vəkil də çox maraqlı bir informasiya verdi. 2025-in ən soyuq günü. Ən soyuq günündə, fevral ayındaydı. Mən inanıram ki, Ali Məhkəmədə bu artıq, belə deyək, bu qaldırılan vəsatət öz həllini tapacaq və nə qədər 42 min, hələ biz bildiyimiz indi. Mən də varam, mənim kimi nə qədər adamlar var. Ailə, 42 min ailə sevinəcək. Bilirsiniz nə deməkdir? İnanın ki, 42 min ailəni sevindirmək, bu, nə bilim valla, bu böyük bir, möhtəşəm bir xəbər ola bilər. Ən azından ümid edirik. Ümid edirik ki, biz də bu xəbərləri alacağıq və Hürriyyət TV olaraq bu xəbərləri işıqlandıracağıq. Təşəkkür edirəm. İnşallah məhkəmədə görüşərik.